vəziyyətdə problem yaratsın. Bunlarda söhbəti gedən, yəni mövzusu gedən yoluxma növü sosial yoluxmadır. Sosial yoluxma bizim beynimizdəki müəyyən neyron qruplarının təsiri altında baş verir. Belə ki, bu neyron qrupları ayna neyronlar, yəni güzgü neyronlar adlanır və bunların vəzifəsi bir insanın həm də müəyyən davranışları öyrənməsində yatır. Belə ki, məsələn, biz həyatımız boyu müxtəlif insanlarla təmasda oluruq və hər cür insandan bir cür davranış görürük, müəyyən qədər bir şeylər mənimsəyirik. Elə ən bariz nümunə balaca uşaqlarda ola bilər. Belə ki, balaca uşaqlar böyüklərin davranışlarını görürlər və yamsılamağa öyrənməyə başlayırlar. Bəs bu ayna neyronlarının rolu, yəni ayna sinir hüceyrələrinin, güzgü hüceyrələrinin rolu bəs psixoloji problemlərdə nədir? Bu zaman belə ki, biz əgər psixoloji durumu stabil olmayan bir insanla uzun müddət bir yerdəyiksə, fərqinə varmadan çox zaman bu davranışları biz də nümayiş etdirməyə başlayırıq. Məsələn, bu sırf həmin o davranışı nümayiş